hafta verilişin daha bir sayını təqdim etməyə hazırlaşır. Bu dəfəki qonağımız 1935-ci ilin avqustunda Biləsuvar rayonunun Ağalı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin Fars şöbəsində təhsil alıb. Həyatının bir hissəsi Əfqanistanda keçib. 1966-70-ci illərdə bu ölkədə tərcüməçilik edib. Orada yazdığı İtkin Gəlin romanı, eləcə də sonradan onun davamı olaraq qələm aldığı Əfsanəsiz İllər və Ayrılığın Sonu Yoxmuş romanları Azərbaycan ədəbiyyatı tarixində ən böyük tirajla nəşr edilən əsərlərdir. Yaradıcılığına görə İran İslam Respublikasında ölməz şəxsiyyətlər mükafatına layiq görülüb. Tanınmışlar verilişində mən İlqar Rəsulun bu dəfə kəm söhbəti yazıcı Əlibala Hacızadədir. Əlibala müəllim, adətən mən bütün müsahiblərimə ilk növbədə sual verirəm ki, işləriniz necə gedir? Amma istəyirəm ki, siz o bacanağınızın dili ilə, rəhmətlik bir bacanağınızı, o necə deyib onu deyərsiniz. Deməli, mənim bacanağım vardı, o geolog idi, savadlı bir oğlanı Firdevs Əliyev, Profesör Firdevs Əliyev. Sovet vaxtında soruşdum necə, Firdevs işlərin necə gedir? Dedi ki, işlərim gedir yağ kimi, işi necə qurublarsa, elə öz-özünə gedir. Üstündən bir 15 il keçəndən sonra, bu sistem dəyişəndən sonra, Sovet hökuməti çökəndən sonra o xaos illərində, qatma qarışıqlı vaxtlarda təsadüfən yəni soruşdum ki, Firdevs işlərin necə gedir indi? Dedi, o işlər elə qurublar ki, itəlirsən də getmir. Mən güldüm, dedim, nəyə gülürsən? Dedim, sən iki əsrin, iki epoxanın qiymətini bir cümlədə verdin. Həqiqətən cəmiyyət bir yerdə durulur, çalxalanır dəniz kimi, insanlar dəyişir, zaman dəyişir və hər şey yeniliyə doğru, təzəliyə doğru can atır. Ona görə sizin sualınıza belə cavab verə bilərdim ki, şəxsən özüm canım başım ağrısa da əhval-ruhiyyəm hələ ki yaxşıdır, təslim olmuram xəstəliyə. Amma bunların hamısına mən təbii baxıram. Çünki hər nəslin özünün şəzərə tarixi var. Nəsil tarixi. 50-ci illərdə universitetdə oxuyanda öyrəndim, 3-cü nəslə qədər getdim, çıxdım. Məndən qabaq ki, 3-cü. Məlum oldu ki, Ulu babam 4-cü uşaq dünyaya gələndən 1 il, 3 ay, neçə gün sonra 35 yaşında ölüb. Babam həmçinin 4-cü uşaq, yəni mənim əmim Ənvər dünyaya gələndən 1 il, 3 ay, neçə gün sonra atası Məşədi Əlibala 35 yaşında ölüb. Gözümün önündə atam. Müharibə başlayanda biz 3 uşaq idik. 2 bacım və mən. Atam getdi müharibəyə 1-ci gün ilə. Könüllü surətdə getdi. O müddətdə mənim rəhmətə getdi. Atamın ölüm kağızı gəldi. Bundan da əlimizi üzdük. O müharibə qutaranın bir neçə ay sonra gözlərimizdən atam gəldi çıxdı. Gəldi çıxdı, gördü ki, biz 3 uşaq yetim qalmışıq nənəmizin umuduna səriyə. Nənənin anası, yəni nənəm dedi ki, gəl evlən, uşaqlara baxan lazımdır, mən çatdıra bilmirəm, həyət, baca, mal, qara. Bu iki razılıq vermədi atam. Nəhayət bacısı ilə anası bir yerdə bunun saqqızını oğurladılar, 47-ci ildə evləndirdilər bunu. Bir ildən sonra 4-cü uşaq dünyaya gəldi, mənim qardaşım Nizami. 1 il, 3 ay, neçə gündən sonra atam gözümün qabağında 35 yaşında oldu. Mücadele mi? Bu genetik kodun elə bilsin ki, açarıydı, mən tapmışdım. Sonra evləndim 61-ci ildə 3 uşaq darbadar gəldi. Mən balalarım Təraniyə, Qudrət, Asiya. İndi 4-cü məsələsi gələndə bu əhvalat yadıma düşdü. Onda da indiki kimi bilinmirdi ki, gələn oğlandır, qızdır. Və hesabladım, gördüm ki, əgər gəlsə, 11 yaş, 3 ay neçə günlük olanda mənim 35 yaşım olacaq. Arada ağayım dedim, bilmirəm, bu gələn köpək oğludur ya köpək qızıdır. İstəyirsən gəlsin, mənim başımı 1-3 aydan sonra yesin, gəlsin. İstəmirsənsə, gəlməsin. Elə 3-də dayandıq.
Ve 30, eğer o doğumlu uşaq olsaydı, ben bu həqiqəti keşf ediyime göre ölümün bağrım çatlayacaktı. O 35 yaşında ölecektim. Ama Hatta elə olmasa da. Adeten o psikolojik durumunu getirir çıxar. Benim 75 yaşım var. 4-cü nəvə təhlükəsi yoxdur? Yok. 4-cü nəvəm yoxdur hələ. 3 nəvəm var. İndi 35 yaşında ölməli olan Ərbala Hacızadanın 75 yaşı var. Ve son illərdə tez xəstələrin təkcə ömür bağışlanmış ki, o ömrün xəstəlikləri də var, çətinlikləri də var, sevinçləri də var, xoş anları da var, pis anları da var. Bununla gəlir o ömrünün mənim həyatıma. Ona görə mən təskinlik tapıb yaşayacağım və cəmiyyətə baxıram, insanlara baxıram. Mən cəmiyyətimizi, insan cəmiyyətini ümumiyyətlə çox sevirim. Niyə sizi hamı çox istəyir Əlibala müəllim? Ona görə siz hamınız məni çox istəyirsiniz, uşaq da, böyük də, qoca. Çünki mən sizi çox istəyirəm. Mənim yazdığım romanlar, hekayələr, povestlər kiminsə həyatının bir parçasıdır. Əlibala müəllim, əsərlərinizin qəhrəmanlarının adı qoyulmuş gənclər, deyək ki, Əfsanə, Elməddin, bunların bu toyunda, elçiliyində də iştirak elədiyiniz olub. Necə olurdu ki, çağırırdılar, gedirdiniz, yoxsa necə olurdu? Yox, qalba deyil demək. Məsələn, keçən işi oturmuşdum akademiyada işim yerində. Gördüm bir zəng gəldi. Əlvan müəllimi dedim, bəli. Dedi, insanlarda işləyirsən, dedim, abi, kimdisə mənim heç harada işlədiyimi də bilmir. Çünki onun da başı vəfalı mənim romanın üstündə mənim başım çox cəncəllər çəkdi. Kitabın içindəki adamlar, obrazlar canlı şəkildə çıxdılar qarşıma və məni öldürməyə, işdən qoymağa çalışdılar. Sıxışdırıblar sizi. Sıxışdırdılar, işdən çıxartdılar. Mərkəzi komitə uzanıb bərpa elədi. İkinci dəfə çıxardı. Üçüncü dəfə görürlər ki, mümkün olur. Axır səs vermə üsulu ilə. Başının işləyirsə məni çıxartdılar, kiçik girmiş elədilər. Maaşın 320 manat edilədilər, 145 manat. Dedilər, get buradan, dedim, heç yere gedən görür. Mən yetim olan olmuşam, dedim, pendir çörək yemişəm, pendir çörəklə yiyib, uşaqlarımı da pendir çörəklə saxlayacağım, amma sənətimi və iş yerimi dəyişməyəcəm. Və mən onun qoyan doğruyan, təxdir edən doğruyan, kimsənin lap düşmənimi xətrinə dəyməyə ürəyim gəlmir. Deyirəm, Allah'a tapşırıram sizi. Allah bilən məsləhətdir. İnanırsınız Nidar bəy, hamısı o mənim haqqında haqsızlıq eləyənlərin hamısı gözümün qabağında tut kimi töküldülər, getdilər. Əlibala müəllim, onlar o tut kimi töküləndə sevinmədiniz ki? Yox, əksinə üzümdə də o adamlara rəhmət oxuyuram, Allah rəhmət eləsin. Hətta müəlliməsini o dərəcə öldürməklə təhdid eləyirdilər. Evimizin yemək deyirlər ki, mənim üzümə deyirlər, səsimi tanımayan adamdır. Elə bir oğlumla danışır. Deyir ki, ata-anamın bacılarını deyil, Əlbalanın Nərmanlı prospektini keçəndə maşını vurdu, öldü. Gəlib meydini aparır. Bunu mən özüm eşidirəm. Dedim, kimlə danışan? Dedi, tanışdırdım biri. Dedim, səndən danışan Əlbalanın özüdür. Ah, deyir. Yəni, o romanın qəhrəmanlarının biridir. Yəni, sözün üstüne qaydıram, sizin sualınızı da. Bu kim ölücü qardaş deyirsiniz, dedim, belə falan deyildi. Dedim, bu kimsə də mən dövməyə gəlir, yəni, nəsə bir problemi var. Gəldi, tanımadan bir adam girdi otağa. Mən bir yanında adamlar saxlamışım ki, hər ehtimala qarşı bizdən vurub eləyər məni, insan da var, tanıyıram. Deniz Əlibala müəllim, 23 il bundan qabaq mənim bir qızım dünyaya gəlib. Mən onun adını sizin qəhrəmanınız kitabınızdan götürüb əfsanə qoymuşam. Və onun toyudur. Qızıma söz vermişəm ki, o kişi ölübsə Allah rəhmət eləsin. Ölmürsə, yerin dişində də olsa, tapacam onu sənin toyuğa gətirəcəm. O ayda da o tüklərim biz oldu. Dedim, elə buyur, dedi, qurban olum, etiraz eləmə. Mən balamı sevindir. Dedim, yaşının olsun, bu problem doğur. Mən də demək, hardadır, Hasanlı toy dedim bugün. Axırıncı gün əlim üzülüydü. Hardadır, Mümkündə Qızılgül restoranında. Maşın göndərdi, nəvəmi də götürdüm. Bir
Sonra gördüm bəylə qız, adı əfsanə olan qız, gəlinlik paltarında sevgilisinin yanında oturub. Çıxış elədim, kitab hədiyyəmi verdim, vəzirdi işdik, sonra məni qıqını qoyduğum maşını göndər. Yəni, belə hadisələr çox olub. Elməddinlər çoxdur, Nəcməddinlər çoxdur, əfsanələr lap çoxdur. Hətta biləsələ məni görüşə çağırmışdılar. Rakonun birinci katibi çox gözəl insanı olan Ramiz Zeynalov dedi ki, bir kənd təsərrüfatı sərgisi təşkil eləmişik, gedək orada sənə bir sürpriz hazırlamışıq. Getdik, öz bağın içində yemək, qoyun, keçi, yun, mərməyən kənd təsərrüfatı məhsulları nümayiş etdirilir. Cəmaat gəlir, baxır. Gətirdi məni bir ağacın dibinə, gördüm bir qəşəng inək. O bir kası deyirlərdi, o kağızın. Gördüm inəyin adını qoyublar əfsanə. Olmasın. Yaşını yazıblar, ondan sonra çəkisini yazıblar, verdiyi südü yazıblar. Və bu heç mənim yadımdan çıxmır. Yəni, o qədər bu adlar geniş yayılır. İnəyin də adını. Məsələn, Bakıda, Bakıda Nəhədə əfsanə kafesi var. Bir dönə Sevməli gül mağazası var. Sevməli Mahnının sözlərindən götürülür. Kitablarının da tirajı Azərbaycanda ecazkar bir dərəcədə çox oldu. Əlbana bəli, mən o kitabınızdan danışmaq istəyirdim. Sizin bu İçkin Gəlin əsəriniz bir neçə dəfə təkrar çap olunmuşdu və söhbət əlbəttə ki 100 minlərlə tirajdan gedir. Amma hanı bəs onun varı, dövləti, gətirdiyi pul? Mən bilən kitabı yazandan daha çox satıcılar, alverçilər qazanıblar. O çox maraqlı məsələdir. Mənə kitabların tirajına görə, yüksək qanallarına görə doğrudan baxın məni çox pullu hesab edirdi. Amma mən pul qədri bilən deyirəm, elə birdən onu oradan xəşləyərdim. Bizim müəllimlərindən biri rəhmətlik Profesör Abbas Zamanov bir toyda bizə gəldik, yoldaşımla idim. Dedim, Abbas müəllim tanış olun, uşaqlarının anasıdır. Dedim, yoldaşıma da dedim, bu mənim müəllimimdir. O zarafatçı bir şeydir, rəhmətlik. Bizim tutdu mənim xanımla, dedi, bu əlbələ bu milyonları hara qoyur, niyə bu üzə çıxartmır bunu? Gördüm, əlbələ, üstəli baxır mənə. İnandırdı bu sözünü, 3 ay mən təbliğat apardım, anti-təbliğat apardım, müəllim zarafatçılıdır, zarafat edib deyir. Üstündən 3 ay keçmişdir, yolda gördüm, bir banderol gəldi, bağlama. Baxın, açan görüm ki, Abbas müəllimin bir kitabı çıxıb, Sabir Gülür. Orada yazır, Azərbaycanın milyoncu yazısı Əlbələ Hacızadeyə müəllimindən yadigar. Deyir, bəs deyirsə zarafatsın, o şifayət zarafat elə. İndi bunu yazılı şəkildə deyir, yüzdə bunu hara qısırsan bunu. Əlbələ, bir kitabdan 10 qəpik qalırdı sizə. O öyle maraqlı bir tarixdir. Demək, əvvəl onu deyim ki, birinci nəşri İçkin Gəlinin 50 min idi. 50 min o zaman çox böyük tiraj idi. O zaman Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan Komünist Partiyasının Mərkəz Komitəsinin birinci katibi idi. Pamuk vaxtı mövsümü rayonlara, pamuk rayonlarına səfər eləyərdi. Yəni, incəsənət adamlar. İncəsənət adamlarla, şair, yazışı filan, müğənni filan bir hava təşkibi. Bir də mənim adımı salmışdılar o siyahıya, mən də getməli idim. Ama öyle bir xəstələndim, gedə bilmədim. Sakirdə pamuk tarlasından keçəndə bu saxlı dəstəni girir tam pamuk tarlası. Bunlar yarışır başına ve pamukçu qızlar. Deyir, çox sağ olun ay qızlarım, siz bizim başımızı uca eləyirsiniz, bizim bizi ağ eləyirsiniz. Sizin də nə probleminiz varsa deyin mənə, mən həll eləyərəm. Ərə getmək istəyəniniz var, mebel tapa bilmirsiniz. Maşın almaq istəyirsiniz, nə ehtiyacınız varsa deyin, eləyim. Oturanlardan biri alın qaldırın. Deyir, bir dənə xahişimiz oldu ki, Əlbələ Hacızadenin bir İçkin Gəlin kitabı çıxıb. Ondan bizim kəndə bir nüsxə gəlib çıxıb. Mən mühəvvəyə dərmişəm 23-cü adamım. Xahiş edirəm, əgər mümkünsə, deyim o kitabdan biraz çox bıraxsınlar.
Başım aldığı dəstəyə baxır ki, bəs hanı Əlibala Hacızadə? Deyirlər ki, bəs xəstə olduğuna görə gəlmir. O özünə məxsus bir gülüşü vardı, onun rəhmətliyin. Gülür deyir ki, yox, Əlibala Hacızadə bilirmiş ki, siz ondan kitab istəyəcəksiniz. Qəssəm ona görə gəlməyib. Sonra qərb oldu ki, həmin içkin gəlin 50 min çıxan 100 min də çıxdı, getdi. İkinci 100 min də bıraxdılar, getdi. Üçüncü 100 min də bıraxdı. Sonra onun dalıcan ikinci cilt gəldi, əfsanəsiz illər. O da 300 min getdi. Üçüncü kitap gəldi, ağzının sonu olmuş, o da getdi. Və demək olar ki, Azərbaycanda bu kitap qədər böyük, yüksək tirajlı çap olunan ikinci kitap yox. Və mən indi inanıyorum ki, ən uclar kənddə hansı asıb kilsən, orada mənim kitabım var, orada mənim oxuyurlar və tanıyırlar. Bu ajiyatajdan, bu zatdan bəzi işbaz oğlanlar istifadə eləməyə başladılar. Demək ki, bu yanına gəlir kitabın biri 1 manat 10 qəpik idi. Gəncədə bir kitab satan oğlan olub, kitab biznesmeniymiş bu. Bu gələr Gənclik Nəşriyyatının ambardarını tapar. Ambardardan 35 min, 1-2 manat yarımdan kitab götürər. Birində 1 manat 40 qəpik ambardar qazandı. 1 manat 40 qəpik ambardar qazandı. O alan kitab furuş, 10 manata satılmış Gəncədə. 8 manat 90 qəpikdən qazandı. 90. Mən bunu eşidəndən sonra başladım. Gördüm, mənə düşür bu kitabın 1 manat 10 qəpikdən. O əlavə gəlirlər, hələ qoyuram ki, bu kitabın mənə satan hissəsi o 10 qəpikdir. Nəşriyyata qalan hissəsi qarşı çəkən, kağızı bıraxmanın, fəələni işlədən, dəstgah işlədən ona 1 manat qalır. Amma heç qədər 2 manat 90 qəpik sırxaya qalır, 8 manat neçə qəpik. Deyim, valla çox yaxşı sistemdir, zəhmət çəkən mən və xeyri görən olar. Sonra bundan kifayətlənmədilər, Ruslar demişlər, Levi başladılar kitabı bıraxmağa. Onu gəldi mənə dedilər ki, sənin kitabı 400 dəfə bıraxırlar, dedim, yox. Düzə da satırlar. Elmlər Akademiyasının qabağındakı kitab köşkündə satırlar. Gəldim, baxdım, görün 4-də satırlar, amma rəsmi nəşriyyatın bıraxdığı nəşr deyil. Dedim, nədən bildim, üzümdə zırcıq kağız vardı, bu yoxdur. Kitabın içinin kağızının yarısı sarıdır, yarısı ağ. Oradan buradan gazet kağızlarını basıblar. Gəldim nəşriyyata, o vaxt rəhmətlik Əzizə xanım, Əhmədova, yazıçımız, çox gözəl bir insan idi. Ona dedim, o bizim xəbərimiz yoxdur. Mənim onu ki, bunu Leyo bıraxmırlar. Mənə dedilər ki, sən bunları tuttura bilərsən, məhkəməyə verdirə bilərsən. Dedim, mən elə şeylər eləmərəm dünyada. Ki, onunla qabaq bir hadisi olmuşdu. Yetimdar bir qadın mətbəə işçisi. Demək, kitabdan 4-5 dənə alt paltarının altında gizləyib, gizli şəkildə mətbəədən çıxartmaq istəyəndə işin ahırın. Keşikçilər tutmuşdular, qapıçılar. Və bunun məsələsini qoyurlar ki, o eləyir də bu fakt ki, və o buna cəza vermək lazımdır, işdən çıxartmaq lazımdır, məhkəmə verin. Gəllər mənə dedilər, getdim o direktorun yanına, dedim, yazıq adamdır. Özdə deyirsiniz ki, 3 yetim saxlayır, bir şeyə fikir verməyin. Amma belə adamlar mənim üçün çox olur. Mən dünyanı tanıdığım vardı, 50 nüsxə bıraxmışdılar, ondan evdə bir dənə də qalmamışdı. 1990'da da bıraxdı. 90'da bəli. Mən demək ki, bir nüsxə də evdə qalmamışdı. Aslında ölçümdə içində biləm. Söz verdim ki, hardolsa tapacağım, hardolsa alacağım. Zərməşidən çıxdım Nizami Mərkəmini. Görülmüş ki, daşların üstündən kitabları düzüb, hiss elədim ki, bu ev kitabxanasıdır. Çörək pulu qazanmaq üçün bu kitabları çıxarıb satır. Baxdım, onun bir imtihanı var orada. Dedim, kitabı neçəyə verirsən? Dedi, 15 minə. Şirman yarıma. Şimdi baxdım fikrimin gözünü, gördüm, 7-8 manat pulum var. Yox, çalap aldım, qoydum kitabı. Heç bu bilmədi ki, mən onun müəllifiyəm. Bunu gedə özünü söyürəm ki, bu nə kişilikdir? Sən niyə belə olmalısan ki, sən öz kitabı almağa pulun olmasın cibində? Prezident təqaüd alırsınız. Onun beynində ora gəlirəm.
Deməli, benim kitablarımı dostlarım Profesör Nazım Hüseynli sevəcəyim kitabını bıraxıb. Profesör Qazanfər Paşayev Əlbala Hacızadə 70 bir kitab bıraxıb öz vəsaitləri hesabına. Sonra millət vəkilimiz hörmətli və çox gözəl bir insan olan Gül Hüseyin Əhmədov əsərlərinin bir cildini nəşr etdirdi, mənə hədiyyə elədi. Bunun təqdimatında bir oğlumuzda Moskvadan gəldi. Rusiya vətəndaşıdır, özü Mosalvadandır. Sənin mənim yazılarımdan maraqlanırmış, özü şair adamdır, sənət adamıdır, memardır. Bu müəssisə da vardı. Gülağa tənha çıxdı, elan elədi ki, bu 10 cildini bıraxacaq. 10 cildin 5 cildini 2005'də bıraxdı. İkinci 5 cild 6, 7, 8, 9, 10. cildləri 6. cildə çap elədi. Onu da Avropa otelində 100-400 nəfərlik banket təşkil elədi. Orada elan elədi ki, Əlbala Hacızadə ömürlük $500 təqaüd kəsirəm. Doğrudan elədi, dediklərini elədi. Bir il təxminin o pulu da göndərdilər. Sonra ne olursa bilmirəm. Çıxdı, getdi buradan küstü, ya küstürdülər də xəbərim olmadı. Özümün dəlada yarada bilmədim. Gələn məsləhət deyil ki, özü də yaratmadım. Yəni, bu kitablar çıxında az qala unudulmaq ərəfəsində olan mən təzədən gündəmə gəldi. Yada düşdüm elə bil. Ondan İran, bu kitablarının 2 cildi ki, İran ədəbiyyatına məxsus şeydir, tədqiqatlardır. Onlara qiymət verdi. Niyə o şey 10 cildi çap olunduğuna görə. Və bu kəsiləndən sonra, bu Tağladı kəsəndən sonra çox möcüzəli bir xəbər eşitdim. Birdən fərman çıxdı ki, mənə bizim möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı prezident təvari kəsdilər. Təsəvvür edirsinizmi ki, mən ailəm nə qədər sevindi. Çünki mənim iş yerindən aldığım maaş mənim istiqarətimi çatmaz. Bir də ömürlük təqaüd. Efirdə tanımışlar verilişidir. Bu dəfəkən söhbətimiz yazıçı Əlbala Hacızadədir. Onunla təqdim edirəm İlqar Rəsul. Orada o kitablardan aldığınız 10 qəpik ki var idi, qalanı ki başqalarda qismət oldu. Əvəzil hesab olar. O var. Şey varmış ki, başarıcı var. Söz alımdan da, aləmından da, paxalı da, bunu çəkməyən dostlarımın adamdan da, Cənab Prezidentimiz çox minnətdarlığını bildirmişəm də. Deyirsiniz ki, mən səssiz külsüz ədəbiyyata gəlmişəm, 50 ildən çox olmuşam və yəqin ki, səssiz külsüz də gedəcək. Mən özüm və Allahım bilir ki, mən ürəyim deməyən, vicdanım deməyən bir sözü yazmamışam. Ürəyimin hökmünə yazmışam. Mən deyəndə ki, mən sözlərimin içində yaşayıram, orada saxta şey tapa bilməzsən. Yəni, bana mənim sözlərimizin içi istidir, soğuqdur, yoxsa necədir? Sözlərimin içi qanlıdır. Orada həm sevinç var, həm kədər var. Sözlərimin içində cəmiyyətimizin elə bir kiçik bir modelidir mənim ürəyimdə. Və mən sonunda şeir kitabının adında 300 nüsxə çap elətdirdim, qoymuşam mənim yazıq ürəyim. Nə elədi sizin ürəyinizi yazıq? Ona görə ki, mən tək özümün dərdini çəkməmişəm. Hamının dərdini öz dərdim hesab eləmişəm. Ölənlə ölmüşəm, sevənlə sevmişəm, az qalanla az qalmışam. Ona görə mən özümü adi insanlarımızın içində, yanında və qəlbimin içində görmüşəm, hiss eləmişəm və onun ki, bundan sonra da belə olacaq. Əlbala müəllim, nəyi unutmaq olmur? İlk sevgini unutmaq olmur. Sənə olunan haqsızlığı unutmaq olmur. Sənə edilən yaxşılığı da unutmaq olmur. Məhəbbət olmayan evdə nə olur? Məhəbbət olmayan evdə fəlakət olur. Məhəbbət olmayan evdə hər şey ola bilər. Amma məhəbbət yoxdursa, orada elə bir heç şey yoxdur. Kitabınız var, hekayələr, o 69'da çap olub cehiz. Maraqlıdır, yoldaşınızla ailə quranda nədən ibarət idi onun cehizi? Mənim yoldaşımla ailə quranda bir o köylü qadın işfanır gətirdi, bir də biraz qab qaşıq, salam. O da kasıb bir ailənin qızı idi, mən də yetim bir oğlan idim. Və heç təmənnasında da değildim. İndi hər halda yaşamaq lazımdır və o cehizə üstünə
Özünüz nə əlavə elədiniz ilk olaraq? Bəli. Ev kiraya tutdum. 2 yaşayam. Onu xırda-xırış məişət əşyaları aldım ki, gündəlik məişət işlərində lazımım. Sonra getdik Afqanistana. Afqanistanda biraz bir pulu düzəltdim, maşın pulu düzəltdim və kasıblığın bir yol daşını attım. Amma gene mənim anamın sərvət olmadığına görə elə həmin əliboş əlibalayam ki, əliboş əlibalayam. Mən söz adamıyam, sən məni bircə sözlə öldürə bilərsən. Sən məni bircə sözlə 10 il yaşada bilərsən. Mən öyle yaşamışım. Və özü də en çok qorxduğum şey kiminsə qəlbinə dəymək, kiminsə könlünü qırmaqdır. Dünyada en büyük günah bunu hesab eləyir. Heç dəydiniz, qırdınız? Bilmədən bir dəfə dəymişəm, uşaq vaxtı. Ancaq indi də üstündən 60 ildən çox keçib. Həmin adam da sağ edib yaxınlara qədər. O gəldi mənim yanıma, ondan tələbə ikən, ondan iş düzəltdim, ondan okudum, qutardı, getdi. Həmkətlərimdən. Ne eləmişdiniz ona, Əli balam? O, bizim qalxos adamın oğluydu. Ancaq gözünün biri maif idi, ağ gəlmişdi. Bizim de bir qadət eləyir ki, uşaqları aparırım, pamuk tarlasın, qurtları yığırlar, akşam sayarım, onu qapı quruş uşaqlara pul verirdi qalxoslar. Qalxos adamın oğlundan uşağın üzünün bazı uşaqları döyürdü, incilirdi. Bir dəfə də bir yetim uşağa bir şillə çəkəndə özümü saxlaya bilmədim, dedim, Məhəmməd, eləmək ki, o bir gözlüydən mən basım pırtladım. Dedim, 62 gündən o vaxt dedim bu söz. Və 62 ildir də o söz mənə əzab verir ki, o nə söz idi mən dedim, özümü bağışlaya bilmirəm. O uyudub, nasıl idi, mən başı kim vasitəsini, sonra yanıma gəlməzdi, evime gəlməzdi. Rayına gedəndə ayağımın altına qolumu kəsməzdi. Heç onun dərdində o deyil. Amma mən dərd eləmişəm özümü. 75 yaşın içində deyil, ona mənə cavab verəcəm. Yəni mən elə yaşamışam ki, Əli balam mənim, 85-ci ildə vəfalım mənim çap olunub. Bəli. Özünüz necə, vəfalı ola bildiniz? Özüm sözümə, sənətimə vəfalıyam. Çox nadir hallarda mən yolumu sapmışam, çox. İnsan ağlına görə, düşüncəsinə görə, vicdanına görə başı ulduzlara dəyən bir varlıqdır. Amma eyni zamanda insan ayağı çamurluq içindədir və yaşamağın yolunu bilmək. Necə gəldi yaşamaq olmaz. Yaşamağın yolunu bilmək lazım. Səndən imkanlıların, səndən sağlamların üzerine bakıp, işine bakıp fikir eləmə. Sən şikəstlərə, dilənçilərə baxıb fikir elə ki, mən onu elə deyiləm. Ondan sən biraz insan kimi rahat yaşaya bilərsən. Sonra cəmiyyətdə mənim nifrət elədiyim və qorxduğum şey yalandır. Yalan. Mən imanla olduğunu yaşayaram. Ama yalanla yox. Əli balam mənim, dünyanı tanı, 90-cı ildə nəşr olundu. Tanıya bildiniz dünyanı? Bəli, tanıyabildim. Özdə sizə deyim ki, onu yazandaki vaxtdan daha çox indi tanıdım. Yəni xəstələnəndən sonra. Xəstələnəndən keçən il Moskvaya getdim, qayıtdım, gəldim, mağazinlər, hələ bir şey yoxdur. Bana gedəndə avtobusda şehir gəldi. Qədəmsiz çağırsız, o da ilk şehir kimi qədəmsiz çağırsız doğuldu. Şehrin adı dünyadır. Deyir, şirindir, acıdır, baldır, zəhərdir. Körpədir, cavandır, ahıldır dünya. Əvvəli bilinməz, sonu bilinməz, təpədən dırnağa nağıldı dünya. Kiməsə sevinçdir, kiməsə dərddir, kiməsə namərddir, kiməsə mərddir, kimə mehribandır, kiməsə sərtdir, kiməsə şəkərdir, nə oldu dünya? Nə qədər atanlar, nə də ki bir şah, ölmək,
ona direnip Allah bir de göreceksin dağıldı dünya. Dünya yani dünyanın özünde görmüş, bu özünde görmüş bir adam hesap ediyorum özümü. Məşhur İtkin Gəlinin müəllifi bu yaxınlarda yaşının 74'ünde Bəli. en sevimli gəlinin itirdi özünün. Xanımınız Bəli. rəhmətə gedib. Allah rəhmət eləsin, çox gözəl insan idi. Təmiz, əxlaqı düz, əli, ayağı düz bir insan idi. 48 il onunla bir ömür yolu keçdik. İnciklərimiz də olub, xırda şeylərin üstündə. O da səviyyə uyğunsuzluğundan irəli gələn şeylər. Amma əsasən 99%. İnanılır neçə gündür məsələn yoxdur dünyada. Mən hər gecə dua eləyəndə Allah'a yalvarıram ki onun günahları varsa keçsin. Onu o dünyada əzab verməsin. O dünya elə bir dünyadır ki bilmək olmur. Çünki o milliyeti şuuru var idi. 19-cu əsr Azərbaycan şairidir. Bir şeirində deyir ki gələn birdir, gedən birdir, qalan bir. Gələn qalmaz, gedən gəlməz. Əcəbsir. Bir əvvəl var, bir axır var deyirlər. Yalan sözdür. Nə əvvəl var, nə axır. İnsanlar nəsil və nəsil gedir, gəlir. Mən həmişə istəmişəm ki, məsələn, balalarım yaxşı yaşasınlar, əyən başları düz olsun. Amma çatdıra bilməmişəm. Çoxunu çatdıra bilmədiyimə görə özümü qanamışam və qınayıram. 40 il bundan qabaq gəlmişəm Əfqanistan'a. Hər şey gəldi, getdi. Əfqanistan'dan gətirdiklərimdən hamısı getdi. İkicə şey qalıb. Bir özüm qalmışam, cəsədim. Bir də o itkin gəlin, yadigar. Onu da mənim alımdan heç kəs ala bilməz. Mən özümdə gedəcəm. Amma mənim yazdığım o, məndən sonra da qalacaq. Əlbala müəllim, yoldaşınızla necə tapışmışdınız? Yoldaşımla, demək ki, mən universitetdə oxuyanda mənim şair dostum vardı, Yolan boydan idi. Sarov kəndindən, Abbasəli Saroğlu. 3-cü kursda bir ölümdür ki, məclislərin birində onun dayısı qızı, anası ilə, bacısı ilə qonaq gəliblər. Mən də bu qızı gördüm orada, xoşladım, öyrəndim, gördüm, ev uşağıdır, onun təmiz uşaqdır. Sonra qurduq, qoşduq. Həm o Abbasəli Saroğlu bizim gözəl şairimiz idi, tərcimimiz idi. Onun ailəsində tanış oldum və vermədilər mənə, dedilər oxutdur sonra. Kitabxanacılıq texnikuna düzəltdim, oranı qutardım, verdilər mənə bu qızı və 61-ci ildə evləndim. Tələbşar döyüldü, onu al, bunu al, bundan sonra nə bilim, brilyant istəyirəm, falan istəyirəm, böyle şeylər yox. Alıcı ev qadını. Sakit bir həyat keçirmiş. Yeganə anlaşılmayan cəhətimiz odur ki, məsələn, o mənim düşüncəm səviyyəsinə çalışdım ki, çatsın, çatdıra bilmədim. Məsələn, qəbul olamırdı ki, mən ictimai bir adamam. Mən cürbəcür məclislərə gedirəm, getməliyəm, çıxış eləməliyəm. Məsələn, qadınlar istəyirlər ki, mənlə bir yadigar şəkillər olsun. Nə var burada ki, heç nə yoxdur. Qısqanırmışlar. Məhəbbətdir, qısqanırdı. Mən də əvvəl başa düşdüm, bu dərəcədə oldu. Məsələn, heç tanımadığım bir qız gəlib dayanıb, əvvəlmən icazə versənlə bir şəkil, yadigar şəkil. Deyil olmaz, mənim arvadım nazımı gəlir. İstəyir çəkirdi, mənə də verirdi. İndi əhəmiyyət verməyən gətirirdim məsələn evə. Baxırdı bu kimdir, dedim ki, Allah tanımıram. Tanımadığım adam səndən niyə şəkil çəkdirir? Şəkil çirirdi, atırdı. Bu da bir xarakteridir. İnsanla, məsələn, fərz eləyək, mənə elə gəlir ki, məsələn, o bir
şoförə, o bir çobana, məsələn, ərə geçsəydi, daha xoşbaxt ola bilərdi. O yazıcının, şairin, alemin xanımı olmaq çox məsuliyyətli, çox çətin bir işdir. Arada olur, yazı pozuya, bəzən evdə yadından çıxır, arvadda, uşaqda. Qadınlar dözür, qadınlar dözə bilmir. Məsələn, Bitkin gəlini yazanda bu məşhur əhvalatdır. Mənim heç vaxt qabiliyyətim zadım olmuyor, belə harada gəldi dizimin üstündə, mətbəxdə, balkonda yazmışam. Bitkin gəlinin bir səhnəsini yazıram ki, Məhəmməd Şəfi Rəhgüzarı şah çağırıb sarayına, onun şöhrətindən qorxu istəyir, bundan bir kompromis girsin. Şah da sevmiş ki, yaxşı oldu, çağırdı məni. Bu xalqın dərdini deyəcəm. Mətbəxdə oturmuşam, yazıram, gördüm, çiğnimə əl qondu, baxdım, gördüm, uşaqların anasıdır. Əl bilsən, ətimiz, kartofumuz, soğanımız qutarıb, qələmi qoydum yerə. Dedim, nə ət, nə kartof, nə soğan, sən görmüsən, burada mən şahlarla, saraylarda oturmuşam. Gördüm, bu çəkildi geri. Bu, elə hiss elədi ki, deyəsən, onun başına hava gəlib. Çəkildi ki. Sonra ananı başçısı, məcbur olum, getdim bazara, ət aldım, kartof, soğan. Və o şeylər ki, nəzərdə tutmuşdum. Şaha, şairin dilindən deyəcəm, o sırada hansı uçdu getdi. Bozbaş idi o sözlər. O variant yazdım. Heç kəs gördüm o deyil. Çirdim attım. Axırda gördüm infarkt olacağım dedim. Elə bu variantı saxlayıram. Axırda variant. Oxucumdan biləcək ki, mən nə fikirləşmişdim, belə yazmışam. Belə bir həyat yaşamışam. Əlbələ müəllim, ayrılığın sonu olacaq yoxsa yox? Ağırlıq var, sonu şirin müsaldır. Ağırlıq var, sonu yoxdur, ayaman. Çox başa çıxmış ki, bu nə deməkdir? Ağırlıq var, 10 yıldan sonra sən bir sevdiyin adamla rastlaşırsan. Birləşmək, görüşmək imkanı var. Ağırlıq da var. Getdi. Məsələn, mən xanımımla 12 gün, 13 günümün yox, ayrıldım. Bu sonu olmayan ayrılıq bax budur. Da burada müsal, burada görüş, burada təzədən qayıdış söhbəti ola bilməz. Amma siz gedə bilərsiniz. Hə? Amma siz gedə bilərsiniz. Fikirlə, təsəvvürlə hər şey eləmək olur. Ancaq əgər Qurandan, Allahdan danışırsınızsa, deməli, haqq kimi yaşayır. Ona görə mən ata haqqında bir şey yazmışam. Tez gələcəyəm yanına sən. Bu görüş, o görüşdən bu ayrı görüş olacaq. Hikmət buradadır. İnanırsınız o dünya. İnanırsınız bağlı. Çünki böyle bir həqiqətdir ki, bundan qaçmaq olmaz. Məsələn, ruhun ölməzliyinə mən inanıram. Bədən ölür, amma ruh ölmür. Ruh eşidir, görür, ama danışa bilmir. Harda anır, orada var. Quran-ı Kərim açıq-aşkar yazır. Cənnət də var, cəhənnəm də var, əzab da var, mükafat da var. Və hər kəs öz əməllərinə görə müəyyən bir yerə düşəcək. İnsan gərək iri yaşasın ki, öləndən sonra da yaşaya bilsin. İnsan əşrəf-i məxluqatdır. Yaranmışların ən şərəflisidir. Amma Allahın ən əziz bəndəsi özü də ölümü məhkumdur. Və bu Allah ki, sevdiği bəndələrini niyə öldürür, niyə biri saxlamır? O bir həyatdır, bu bir həyatdır. İkincisi də Allah Teala onu görə elə bir başa düşən adamlar üçün hikmət də qoyub ki, məsələn, mən şəxsən özümü nəzərdə tutmam, məsələn, Nizamini, Füzulini. Bunlar da ölüb gedirlər, amma o əsərlərində ulaşır, axı. Allah'ın yarattığı insan ölür, onun bəndəsinin yarattığı əsər yaşayır. Hikmət var buradadır. Axıra qədər kimi sevəcəksiniz və yaxud nəyi sevəcəksiniz? Mən gözəllik aşığım, özüm kür bir oğlanam, kür bir kişiyəm. Amma gözəllik aşığıyam. Gözəl olan
Hər şeyi sevirəm. Və dünyanı gözəllik xilas eləmir. Dünyanı məhəbbət xilas eləyir, sevgi xilas eləyəcək. Əlibala müəllim, yükünüzü necə tutmuşsunuz? Kifayət qədər yaşınız var. Sizcə hazırsınız hər şeyə, yoxsa yox? Mən barı başdan onu deyim ki, bizim cəmiyyətimizdə bizi ölümə hazırlamayıblar. Biz ölümdən çox qorxuruq. Çünki onun mahiyyətini və fəlsəfəsini dərk eləmirik. Məsələn, şərq ölkələrində, mən Əfqanistanda, İranda, Ərəb ölkələrində nəzərdə tuturum. Burada ölüm dəhşətli bir faciədir. Orada ölüm adi bir şeydir. Torba yolunda ölüm şəhiddir. Allah çox istədi, apardı yanına. Təsəllidir. Amma burada böyük əksəriyyətimiz ölümə hazır deyirik, ölümdən qorxuruq. Siz çox qorxursunuz, yoxsa yox? Yox, qorxmuram. Sadəcə qorxum nədəndir? Qalanlar üçün qorxuram. Balalarım üçün qorxuram, nəvələrim üçün qorxuram. Çünki indi hər halda mən ağsaqqal kimi onların ehtiyaclarını, problemlərini həll eləməyə kömək eləyirəm. Bunlar mən gedəndən sonra çox dəhşətli çətinliklər qarşısında qalacaqlar. Mənim orada qəbirdə də sümüklərim rahat olmayacaq, çevriləcək o yana bu yana. Çünki canım burada qalacaq bunların yanında. Bir günə görə Allah'a yalvarıram ki, hələ mənə bunların ayağı yer tutanacaq, onun bir əl çöləyə çatanacaq, özlərinə bir gün ağlayana qədər mənə möhlət verir. Mən bizim möhtərəm prezidentimizin verdiyi maaşı, pulu, bunu paylayıram. Maaş verirəm hərəsinə. Qızıma da, nəvələrimə də, oğluma da, hamısına. Söhbət bircə bununla gedir. Ölüm haqdır və qaçmaq olmaz. Bir də ki, mən istəyərdim ki, məsələn, əzabsız ölüm qismət eləsin. Mən adamlar görmüşəm, ölmək istəyir, ölə bilmir. Can verir, canı çıxmır. Onlarla mən əməllə bağlı hesab eləyirəm. Əlibala müəllim, sizə heykəl qoysunlar ya yox? Yox, istəmirəm, heykələr istəmirəm. Nəyimə lazım? Ümumiyyətlə, məndən sonra olunan şeylərin heç birisi mənə lazım deyil. Kim mənə pislik eləmək istəyirsə, indi eləsin. Mən istəmirəm o pis adamın pis niyyəti həyata keçməmiş qalsın. Qoyun həyata keçirsin. Kim mənə də yaxşılıq eləmək istəyir, eləsin. Sonra məni tapa bilməyəcək. Ona görə mən heykəl zad istəmirəm. Əgər mən bu fikirdəyim ki, insan 2 dəfə ölür. Biri real ölümdür. Əcəlim çatdı, mən başımı büyüdüm, öldüm. Bir də onun hansı ölümdür? Mən bu otaqda ikimiziyik. Ürəyim tutdum, öldüm. Axırıncı məni görən adam sənsən. Sənin hələ bundan sonra 50 il, 70 il ömrün var. Sən heç olmasa ara sıra məni olduğum kimi gözünün qabağına gətirəcəksən, mənim haqqımda danışacaqsan, deyəcəksən ki, Əlibala belə oturmuşdu, belə danışırdı, belə başını qoydu, belə dili çıxdı və s. 70 ildən sonra, 80 ildən sonra, lap 100 ildən sonra sən də gedəcəksən. Sən gedəndə, məni axırıncı görən insan olan sən də gedəndə mənim bu dünyanın tam əlaqəm qırıldı, kəsildi. Onun qalan sonra hansı rəvayət olacaq, əfsanə olacaq. Falan kəs deyərdi ki, Əlibala belə olan idi, falan kəsdən eşitdim ki, Əlibala belə yeyirdi, Əlibala belə içirdi falan. Bunlar o bir mərhələdir. Ona görə mən o insanları üstünü tuturam ki, ölümdən sonra da yaşasınlar. Xatirələrdə, ürəklərdə, əməllərində yaşasınlar, onlar ölməzdilər. Əlibala müəllim, Tanrı ilə rastlaşmaq və bir diləyinizin yerinə yetirilməsini istəmək imkanınız olsaydı, özü versəydi sizə, nə deyərdiniz? Əgər elə bir imkanım olsaydı, yəqin ki, elə bir imkan müəssər olmaz bizə. Olsaydı əgər, birinci növbədə mən öz millətimə, əmin
cevap olan bir sual söz deyərdim ki, bu Qarabağ dərdi ilə bizi, məsələn şəxsən məni bu dərdlə öldürməsin. Çünki bu torpaq dərdi bizim ən ağırlı yerimizdir. Mən bu dərdlə ölmək istəmirəm. Burada rahat olacağım ki, torpağımızdan, xalqımızdan, balalarımdan rahat arxaya gedib o ölümü böyük bayram kimi hesab edəcəm. Amma xəstəlik deyəsən yorur sizi. Xəstəlik bir ildir harcayır, yorulur, zayıflədir. Yəni normal həyat reysindən çıxardır. Bu da mənim kimi adam üçün çox ağırlıdır. Mən həmişə hərəkətdə, orada, burada olmaq xoşlayan adamam. İndi görün, məsələn, çox yerlərə gedə bilmirəm. Yaxşı yeməyim yox, içməyim yox. Fikir üstəliyir. Özdə adı da pisdir. Müalicə olunduğum müəssisənin adı Milli Onkoloji Mərkəz. Ancaq hər halda xəstəlikdir. Adı bizdə pisdir də onun. Bizdə xəstəliyi gedir, onların formları var. Bilirsiniz, ölüm haqdır. Ölüm bir şey için baxıram, amma elə bildiyim ki, ölüm hökmü okunmuş bir adamam. İndi mənə Hasan güllələyəcəklər, bu ancaq məlum deyil. Və o qorxuyla yaşayıram. Ona görə dərindən fikirləşəndə sadəcə bu adi bir yer dəyişmədi. Özü də indiki zamanədə ölüm ölür, canını qutarır. Ölüm varlığının da qapısını döyür, yoxsulun da. Amma kasıbçısının qapısını döyəndə mən o öləndən əlavə qalanın da halını ağlayıram. Qalanın yumaq pulu var, qəbir pulu var, torpaq pulu var, min dənə xərci var, ehsanı var. Mən adam görmüşəm ki, bu problemlərin qorxusundan əzizinin yanında ürəyə partlayıb ölüb. İkisini bir gündə bastırmışım. Yəni, mən ömrümü, mən deyəndə tək mən özümü nəzərdə tutmuram, ümumiyyətlə insanlar. Mən ömrümü bu torpağa həsr vermişəm, yaşamışam, gecə gündüz işləmişəm. Nəysə bir xeyrim dəyib bu cəmiyyətə, indi mən ölürəm. Yəni, mənim bir qarış, bir arşın metrə, bir qədərlik yer qədər bu torpağın, bu millətin qabağında xidmətim yoxdur. Axı bu torpağı sən mənə niyə satırsan? Axı bu mənim vətənimdir, mən o torpaqdan öyle gelmişim. İndi o torpağa qayıdıram. Sən kimsən bu torpağı satırsan mənə? Pulla verəsiniz, o qapını ki, siz oradan keçib gedəsiniz, yenə gəldiyiniz yer. Bəli. Yəni çox ağırlıcı məsələdir. Məsələn, yuxarıda gələndə, döyüşə getmək gələndə, mənim torpağımda gedirəm ölümə, mənim torpağımda böyle rahat bastırsınlar da məni. Mən yemin bu torpağı sonra qanunu tökürəm, həm də mənə bu torpağı satırsan sən. Axı bu düz deyil, Allah Teala yanında günahdır. Yəni bana müəllim, nə istəyərdiniz sizdən sonra adamlara çatdırmağa? Məndən sonra vəsiyyət kimi də olsa, nəsiyyət kimi də olsa, arzu edərdim ki, insanlar bir-birini başa düşsünlər. Nə qədər ki, bir-birini başa düşməyən insanlar, birlik və həmrəylik olmayacaq. Mənəmlikdən çəkinsinlər. Mən tapmışam. Dünyada ilk əmələ gələn söz, yaranan söz. İki sözdür. Biri mən, ikincisi mənim. Sən gözünün qabağına gətir, dünyaya təzəcə 5-10 dəqiqə bunun qabaq gəlmiş körpəni ağlayır, anası döşünü uşağın ağzına. O hələ dünyanı dərk eləməyən, gözünü açıb dünyaya baxmayan, heç anasını tanımayan uşağın fəlsəfəsinə bax. Anasının bir döşünün ağzında, o bir totuq parmağından qoyur ömrü döşünün üstündə ki, bu da mənimdir. Ona dəyməyin ha. İnsan belə bir məxluqdur. İnsanın fəlsəfəsi bu istiqamətdə yönəlib. Ancaq həqiqət budur ki, dünyanın gözəlliyi, dünyanın şirinliyi və doyulmazlığı
gözəl yaradıb. Çünki bu gözəllikdən doğmaq olmur. Və bu gözəlliyi bizə, insanlara nümayiş etdirməklə bizi sınağa çəkir, yoxluyur. Şükr hissi, şükranlıq hissi nə qədər güclü olsa bu o qədər yaxşıdır. Onun bu dünyanın ölçündədir, ölçündədir, çəkdir, hürmətsiz məhəbbət sırrasındadır, məhəbbət olmadığımız deməkdir. Sızlamalı olursun gözünü, bunun hənnası yanındakı, bir gözün yaralarının gözündəki, dünyanın əzabını gözündədir. Xeyli tanışdıq sizdən. Tanışmasını çok sevemem. Yazıcı Ərbağa Hacızadə ilə də söhbətimiz belə yekunlaşdı. Efirdə tanımışlar verilişi idi. Təqdimatçı isə həmişə kimi mən idim. İlqar Rəsul. Sağ olun, sağlıqla qalın.